Axşamınız xeyir. Bugünkü bölməmiz Conjunction bağlayıcı bölməsidir. Bağlayıcı bölməsinə testləri izah etməyə çalışaq və kanalımıza abunə olmağı unutmayın. Deməli, uşaqlar, birinci testdən baxalım. Birinci testə baxırıq. Bağlayıcı Naiza, baxın, nor birləşməsi var. Naiza nor birləşməsi yoxdur. Both and birləşməsi var. Baxın, burada or birləşməsi var. Aiza or birləşməsi var. Burada nor verilib. E-də Aiza or birləşməsi var. Burada nor verilib. Demək, düzgün bağlayıcımız burada nədir? C variantıdır. Baxın, indi ikinci sualda. İkinci sualda deməli, ikinci sualda da həmçinin Naiza nor birləşməsi var. Burada or var. Aiza or birləşməsi var. Burada nor verilib. Aiza or birləşməsi var. Həmçinin C-də də N-lə birləşmə verib. Both N birləşməsi var. Yəni, bunlar düzgün bağlayıcılı birləşmələri deyil. Deməli, burada cavab qalır D variantı. Both N birləşməsi. Üçüncü suala baxaq. Üçüncü sualda da həmçinin, baxın, Naiza nor birləşməsi var. Both N birləşməsi var. Aiza or birləşməsi var. Əzəzin ortasında sifət gəlməlidir. Burada zedo qapı isimdir. Ona görə burada bağlayıcı düzgün birləşməmiz both N birləşməsidir. Deməli, dördüncü suala baxaq. Həmçinin dördüncü sualda Aiza or birləşməsi var. Both N birləşməsi var. Naiza nor birləşməsi var. Aiza or birləşməsi var. Ona görə dördüncü sualda da cavab qalır B variantı. Baxın, beşinci suala. Ümumiyyətlə, burada beşinci suala baxaq. Beşinci sualda because çünkidir, but ancaq lakindir. However, buna baxmayaraqdır. So also hər ikisi baxmayaraqdır. İndi gəlin cümləni tərcümə edək. She wants to improve her English because she wishes to study abroad. O xarici dilini inkişaf elətdirmək istəyir. Çünki o çünki onun xaricdə təhsil almaq arzusu vardır. Ona görə burada cavab qalır because. Because nədir? Çünkidir. Deməli, baxalım burada 6-cı suala. 6-cı sualda uşaqlar, baxın, Naiza nor birləşməsi var, Aiza or birləşməsi var. Deməli, indi gəlin burada cümləni tərcümə edəyin. The host and the visitor know Jeremy. Deyim, həm qonaqlar, həm də səyahətçilər Jeremy-ni tanıyır. Bax, burada baxsaq, bir dəqiqə baxaq. Deməli, həm qonaqlar, həm də səyahətçilər Jeremy-ni tanıyır. Burada baxanda both and də doğrudur. Nə ev sahibi, nə qonaqlar da Jeremy-ni tanıyır. Həmçinin B variantı da doğrudur. Burada 3 variant, 3-ü də doğru gəlir. Bu sualda yanlış var, amma topluda cavab olaraq verib nədir? Naiza nor. Nə ev sahibi, nə də qonaqlar Jeremy-ni neyinir? Tanıyır verib. Amma əslində həm qonaqlar, həm də turistlər Jeremy-ni tanıyır deyə bilərik. Ona görə burada cavab qalır B variantı verib, amma A-da və yaxud C-də doğru variantdır. Deməli, baxalım 7-ci sualda. 7-ci sualda baxın uşaqlar. I passed the exam successful because I worked hard. Mən imtahandan uğurla keçdim çünki mən səylə çalışırdım. Baxın, burada because çünki deməkdir. But ancaq lakin buna görə zət hansı ki soğut baxmayaraq. Yəni məna cəhəti ilə burada yalnız qalan variant nədir? A variantı. Deməli, 8-ci suala baxırıq. 8-ci suala baxın, Aiza or birləşməsi var. Naiza nor birləşməsi var. Aiza or birləşməsi var. Naiza nor birləşməsi var. Həmçinin indi baxın, burada both and da var. Naiza nor birləşməsi var. Baxın, bu tag questiondir. Nədir? Ayrılan sual cümləsidir. Yəni, bunun birinci tərəf təsdiq olursa, ikinci tərəf inkar olur və yaxud birinci tərəf inkar olurdusa, İkinci tərəf nə olur? Təsdiq olur. Bu vergüldən sonraki hissəmiz nədir? Burada təsdiqdir. Deməli, birinci tərəfdə nə qoymalıyıq? İnkar bağlayıcımız Naiza nordur. Yəni, cavab qalır Y variantı. Baxalım 9-cu suala. 9-cu sualda da həmçinin burada tag questiondir. Ayrılan sual cümləsidir. Aiza or birləşməsi var. Naiza nor birləşməsi var. Naiza nor birləşməsi var. Həmçinin yenə də vergüldən sonraki hissə təsdiqdir. Deməli, birinci tərəfdə nə olmalıdır? İnkar. İnkar bağlayıcımız hansıdır? Naiza nordur. Yəni, cavab B variantı. Baxalım 10-cu suala. 10-cu sualda da, baxın, həmin tag questiondir. Vergüldən sonraki hissəmiz burada təsdiqdir. Biz inkar bağlayıcısını qoymalıyıq yerinə. İnkar bağlayıcımız da Y variantı. Naiza nor birləşməsi var. Aiza or birləşməsi var, Naiza nor birləşməsi var. Olmadığına görə səhvdir. Yəni, cavab qalır Y variantı. 11-ci sualda da həmçinin 11-ci sualımızda tag questiondir, yəni ayrılan sual cümləsidir. Vergüldən sonraki hissəmiz təsdiqdir. Deməli, birinci tərəfdə burada nə olmalıdır? İnkardır. Bağlayıcı olaraq da Naiza orla işlənir, Aiza orla işlənir.
Nice norla işlənir. Ümumiyyətlə both and inkarlıq yaratmır. İnkarlıq yaradan bağlayıcımız burada nice nordur. Yəni cavab burada qalır D variantı. Baxaq 13-cü suala. 13-cü sualda da həmçinin tag question'dir, ayrılan sual cümləsidir. Vergüldən sonraki hissə bu hissəsinə baxaq, təsdiqdir. Deməli, birinci tərəfdə bu hissəsi nə olmalıdır? İnkar. İnkar bağlayıcımız hansıdır burada? C variantı. Həmçinin aiza orla olur, naizə norla olur, naizə nor olur. Deməli, düzgün bağlayıcı bir both and olur, bir də naizə nor olur. Vergüldən sonraki hissə təsdiq olduğuna görə birinci tərəfdə mütləq nə olmalıdır? İnkar. İnkar bağlayıcımız hansıdır? Naizə nordur. 13-cü suala baxaq. Həmçinin 13-cü sualda da tag question'dir. Ayrılan sual cümləsidir. Bunun ikinci tərəfi təsdiqdir. Birinci tərəfi inkar olmalıdır. İnkar olduğuna görə cavab qalır naizə nor Y variantı. 14-cü sualda. 14-cü sualda burada da həmçinin Y variantı olacaq. Deməli, burada both and birləşməsi var. Aiza or birləşməsi var. Aiza or birləşməsi var. Deməli, he needs neither your help nor your money. Onun sənin nə puluna, nə də köməyinə ehtiyac var. He's very proud. O çox nədir? Qürurludur. Ona görə cavab qalır nədir? Y variantı. Deməli, 15-ci suala baxalım. 15-ci sualda da baxın uşaqlar. Deməli, aiza or birləşməsi var. Naizə nor birləşməsi var. Bunlar görürsünüz yanlış birləşmələrdir. Cavab qalır 1-dən 4-dür. Both and birləşməsi, bir də not only və yaxud but also birləşməsi doğru birləşmələrdir, doğru bağlayıcılardır. Həmçinin 16-cı suala baxaq. 16-cı sualda da baxaq, both and birləşməsi var. Ümumiyyətlə not and birləşməsi yoxdur. Burada not only but also birləşməsi var. Bir də both anddir. Burada da cavab qalır B variantı. Baxaq 17-ci sualda. 17-ci suala baxın. 17-ci sualda da naizə nor birləşməsi var, aiza or birləşməsi var. Bunlar yanlış birləşmələrdir. Cavab qalır 1-lə 2-dir, 1-lə 2 A variantı. Baxın 18-ci testdə. 18-ci testdə naizə nor birləşməsi var, aiza or birləşməsi var, both and birləşməsi var, aiza or birləşməsi var. Yəni burada cavab qalır A variantı. Baxın 19-cu sualda. 19-cu sualda burada zəndir. Sevginin gücü nifrətdən daha güclüdür də. Yəni burada həmçində bir baxanda burada zən nə yaradır? Müqayisə. Stronger sözündə də ia nə yaradır? Müqayisə yaradır. Yəni cavab qalır burada C variantı. 20-ci suala baxaq. Naizə nor birləşməsi var. Naizə nor birləşməsi var. Aiza or birləşməsi var. Aiza or birləşməsi var. Deməli cavab qaldı C variantı. İndi 21-ci suala baxaq. 21-ci sualda all sold və yaxud sold baxmayaraqdır və özündən sonra cümlə gəlir. Görürsünüz, burada mübtada xəbər gəldiyinə görə cümlə də həmçinin gəlib. Yəni, əgər biz B-ni götürürsə, deməli Y variantda doğru olardı. Deməli, burada fərqli variant götürməliyik. Birinci halda B ilə Y variantını sıxırıq. I didn't watch the movie to the end. Mən bu filmin sonluğunu izləmirəm. Because it was interesting at all. O qətiyyən mənim üçün maraqlı deyildir. Çünki o qətiyyən mənim üçün maraqlı deyildir. Yəni cavab burada qalır C variantı. Baxaq 22-ci suala. 22-ci sualda deməli 22-ci sualda cavab burada olacaq A variantı. Deməli deyir ki, yanğının nəhəng olmasına baxmayaraq, yanğın deyir nəhəng idi, amma insanlar onu idarə edə bildi. Yəni cavab qalır burada A variantı. 23-cü suala baxaq. 23-cü sualda sold baxmayaraqdır. Deməli, halbuki buna baxmayaraq, batanmancaq, lakin sold çünki, because, sold baxmayaraq, because da çünkidir. Take your umbrella, çətiri gedir, götür, because it will rain soon. Çünki tezliklə neynəyəcək? Yağış yağacaq. Yəni cavab burada qalır D variantı. Baxaq 24-cü suala. 24-cü sualda deməli burada da if olacaq. Let's have a weekend in the country if the weather get better. Gedək həftə sonu kənddə keçirdək, əgər hava yaxşıdırsa. Deməli burada da if nədir? Əgər mənası bilir. Yəni cavab burada qalacaq C variantı. Deməli baxırıq 25-ci suala uşaqlar. Baxın, 25-ci sualda bu tipli testlər gələrsə, nəyə əməl etməliyik? Çünki, baxın, as ilə because hər ikisi çünki mənasını bildirir.
Sought və yaxud also hər ikisi baxmayaraq mənasını bildirir. Yəni variantlarda görürsüz, burada cavab olmalıdır ya 1-3 olmalıdır, ya da 2-4 olmalıdır. O halda ikinci tərəfdən nə etmək lazımdır? Bu cümləni tərcümə etmək lazımdır. The children stay at home. Uşaqlar evdə qaldı. As it was raining. Çünki yağış yağırdı. Because it was raining. Çünki yağış yağırdı. The children stay at home. Thought also it was raining deyə bilmərik. Çünki uşaqlar evdə qaldı, baxmayaraq ki, yağış yağırdı. Bu məna cəhəti ilə düz gəlmir. Yəni 2 ilə 4 səhv olduğuna görə cavab burada 1 ilə 3-dür. D variantı. Baxırıq 26-cı testdə. 26-cı testdə də cavab burada olacaq 1 ilə 3-dür. Biz deməli avtobusa gecikdiyimiz üçün dərsə gecikdik. Avtobusa çata bilmədiyimiz üçün dərsə gecikdik. Burada as-lə because nədir? Çünkidir. Bayaq dediyim fikirlər 26-cı suala da aiddir. Yəni ya cavab burada 1-3 olmalıdır, ya da 2-4. O halda mənasına baxırıq. Mənasına görə də cavab qalır burada 1-3 Y variantı. 27-ci testə baxaq. 27-ci testdə həmçinin ayrılan sual cümləsidir. Ayrılan sual cümləsi taq questiondir. Birinci tərəf təsdiqdirsə, ikinci tərəf inkar olur. Birinci tərəf inkardırsa, ikinci tərəf isə təsdiq olur. Yəni bu vergüldən sonraki hissəmiz nədir? Təsdiqdir. Deməli burada inkar olmalıdır. İnkar bağlayıcımız da hansıdır? Y variantı. Deməli burada neither nor olur. No birləşməsi yoxdur. Neither nor olur. Burada or birləşməsi yoxdur. Either or olur. Nor birləşməsi yoxdur. İndi 28-ci testdə baxın, she want to sleep. O yatmaq istəyir. Deməli, nə televizora baxmaq istər. Betsy wants to watch TV, to read or books. Deməli, o nə televizora baxmaq istəyir, nə də kitab oxumaq istəyir. O yatmaq istəyir. Deməli, bunların heç birini istəmir də. Cavab qaldı nədir orada? İnkar edir. D variantıdır. Sonra 29-cu testə baxın. 29-cu testə baxın uşaqlar. Because, also, if, bir də sought. Deməli, bu yenə də deyirəm. Bunlar rəqəmlə verilirsə, sinonim və yaxud antonimlər götürülməlidir. Yəni, ya cavab burada olmalıdır 1 ilə 3, ya da olmalıdır 2 ilə 4. İndi baxaq. Cavab burada məncə 2 ilə 4-dür. 2 ilə 4 Y variantdır. Deməli, also my internet connection was slow. I was able to send the message. Mənim internetimin zəif olmasına baxmayaraq, mən mesaj göndərə bildim. Yəni, məna cəhətindən cavab burada olmalıdır. 2-4, 2-4 də hansıdır? Y variantı. Baxağın 30-cu sualda. 30-cu sualda the train stop. Deməli, the train stop and the passenger began to get off. Qatar dayandı və sərnişinlər düşməyə başladılar. Deməli, burada cavab qalır B variantı və and bağlayıcı. Ümumiyyətlə, either or olur. Not and birləşməsi yoxdur. Both birləşməsi yoxdur. Cavab burada C variantı. Baxın indi 32-ci suala. 32-ci sualda deməli, as-dən because çünkidir. Üçün çünki mənasında götürə bilərik. Yəni A-nı götürsək C variantımız, B-ni götürsək C variantımız da doğrudur. Yəni bunlar səhvdir. İndi baxaq burada if əgərdir, after sonradır, sought baxmayaraqdır. Tərcümə ilə cavab burada qalacaq D variantı. Sought he was strong enough. Onun kifayət qədər güclü olmasına baxmayaraq, he couldn't lift the big bag each. O deyir, böyük qablaşdırmış çantanı liftə qaldıra bilmədi. Deməli, cavab burada qalır 33-də D variantı. 34-cü sualda həmçinin yenə də taq questiondir. Bax, vergüldən sonraki hissəmiz təsdiqdir. Burada inkar bağlayıcı olmalıdır. Cavab neither nordur. Either or olur, neither nor olur, both and birləşməsi olur. Bax, bu birləşmələr yoxdur. Həmçinin də E-də də either or birləşməsi vardır. Deməli, indi 34-cü testdə either or birləşməsi var, neither nor birləşməsi var, either or birləşməsi var. Baxın, bir A variantına neither nor da birləşməsi doğrudur. Both and birləşməsi də doğrudur. Ancaq əsas fərq ondan ibarətdir ki, both and xəbəri cəmdə tələb edir. Burada həz xəbərimiz nədirsə, təkdir. Deməli, both and-i çıxırıq, cavab qalır A variantı. 35-ci testə baxaq. 35-ci testdə deməli, neither nor birləşməsi var, either or birləşməsi var, neither nor birləşməsi var, either or birləşməsi var. Yəni bunlar yanlış birləşmə olduğuna görə cavab qalır B variantı. Baxaq 36-cı testdə. Həmçinin 36-cı testə baxanda da biz bilirik ki, uşaqlar, either or birləşməsi var. Yəni burada A variantımız səhvdir. B variantında both and birləşməsi var. Burada B variantımız da səhvdir. C variantında not only but also birləşməsi var.
Only or birləşməsi yoxdur. Və Y variantında Nayzan or birləşməsi var. Bu da yanlış birləşmədir. Cavab qalır Y variantı. Baxın 37-ci testdə. 37-ci testdə də yenə də bir daha taq questionlərdir. Vergildən sonraki hissəmiz təsdiqdir. Deməli, inkar bağlayıcı götürməliyik. İnkar bağlayıcımız burada hansıdır? D variantı Nayzan ordur. 38-ci testdə Nayzan or birləşməsi var. B variantı, Nayzan or birləşməsi var. D variantı yanlışdır. Ayza or birləşməsi var. C ilə Y də səhvdir. Yəni cavab qalır burada A variantı. 39-cu testə baxaq. Burada da həmçinin taq questiondir. Ayrılan sual cümləsidir. Bu vergüldən sonraki hissəmiz təsdiqdirsə, deməli biz nəyə baxmalıyıq? İnkar götürməliyik. İnkar bağlayıcımız hansıdır? Burada Nayzan ordur. Nayzan or olur, Ayza or olur, Ayza or olur. Deməli, Nayzan or qalır, bir də both. Deməli, bu taq question olduğuna görə, bunun ikinci tərəf təsdiq olduğuna görə, birinci tərəfdə nə olmalıdır? İnkar. İnkar bağlayıcımız da hansıdır burada? Nayzan ordur. 40-cı sualda. Baxın, yenə də bir daha. Vergildən sonraki hissəmiz nədir? Təsdiqdir. Bu yenə də taq questiondir. Birinci tərəf, deməli, vergildən sonraki hissəmiz təsdiq olduğuna görə bu hissəmiz nə olmalıdır? İnkar. İnkar da hansıdır burada? Nayzan ordur. C variantı. Deməli, 41-ci suala baxaq. 41-ci sualda as-lə because sinonimdir. Yəni, əgər as-ı götürsək, because da doğrudur. And vədi as soon as kimidir. If-də nədir? Əgərdir. Diana has her lunch and leaves the canteen. Diana qəlyanaltı etdi və yeməkxananı tərk etdi. Deməli, burada cavab qaldı C variantı. İndi baxın 42-ci testdə. We must go in for sport because it will make us strong and healthy. Deyir, biz idmanla məşğul oluruq, çünki o bizi güclü və sağlam edir. Burada because nədir? Burada çünkidir. How və buna baxmayaraq, so baxmayaraq, but ancaq, lakin və isə hərçənd. Yəni, burada cavab qalır Y variantı. Deməli, baxırıq 43-cü testdə. 43-cü testdə də deməli, so-la also tərkisi baxmayaraqdır. Yəni, biz A-nı götürsək, C-də doğrudur. Həmçinin so və yaxud also-dan sonra cümlə gəlir. Bax, burada da mübtəda xəbər gəldiyinə görə cümlə var. Yəni, A variantından C variantı səhvdir. O bağlayıcısını da götürə bilmirik məna cəhətdən, sonu da. Çünki deyir ki, you can drive my car because you are as careful as I am. Deyir, mən də sənin kimi diqqətli maşın sürürəm. Ona görə, mən də sənin kimi diqqətliyəm. Ona görə cavab qalır burada nədir? B variantı. 43-cü testdə. Deməli, baxaq, 44-cü testdə. We shall play tennis outside. Biz çöldə tenis oynayırıq. Çünki hava nədir? Hava yaxşıdır. Yox, əgər hava yaxşı olarsa. Deməli, ümumiyyətlə, burada cavab qalır Y variantıdır. That's why buna görədir, so da buna görədir. So və yaxud also hər ikisi baxmayaraqdır. Deməli, burada cavab qalır Y variantı. 45-ci testdə. 45-ci testdə, deməli, burada baxağın. There was a lot of traffic, but we able to get to the airport in that time. Çoxlu nəqliyyat olmasına baxmayaraq biz aeroporta vaxtında çata bildik. Çoxlu nəqliyyat vardır, amma biz aeroporta vaxtında gəlib çata bildik. Deməli, burada cavab qalır 45-də də D variantı. But ancaq lakindir də. Deməli, 46-cı testə baxalım. Because çünkidir, as da çünkidir. So baxmayaraqdır, zət hansı kidir, so buna görədir. Deməli, burada isə cavab qalır B variantı. I arrived in time, mən vaxtında gəldim. So the traffic was heavy. Baxmayaraqdır, nəqliyyat çox idi. Yəni, 47-ci testdə. 47-ci testdə cavab D variantı. It's already December, but it is still warm. Dekabr olmağına deyir, artıq dekabrdır, amma hələ də nədir? İstidir. Burada da cavab qalır D variantı. Deməli, 48-ci testə baxaq. 48-ci testdə. 48-ci testdə də burada also olacaq cavab. Niyə? Deyir ki, also it was too dark, the driver could find the way easily. Həddindən artıq qaranlıq olmağına baxmayaraq, səyahətçilər asanlıqla yol tapa bildilər. Yəni, burada cavab qalır D variantı. Və zəmumi, as, because, çünki, if-də nədir? Əgərdir. Deməli, indi uşaqlar, baxağın burada. 49-cu testdə diqqətli olmaq lazımdır. Bax, bunlar sinonimlərdir. As-lə because sinonimdir. So-la also da sinonimdir. Yəni, as çünki
və yaxud da because-da çünki. Sought və yaxud also baxmayaraq. Yəni, əgər A-nı götürsək, E də doğrudur. C-ni götürsək, D də doğrudur. Deməli, cavab qaldı nədir? Orada B variantı. Çox asan. 50-ci sualda. Deməli, baxaq. Both of them, nöqtədən sonraki gələn fikrə baxın. Both of them are very diligent. Onların hər ikisi çalışqandır. Deməli, onların heç biri nə Ben, nə də onun qardaşı tənbəl deyil də. Ona görə burada cavab qalır D variantı. Neither Ben nor his brother is lazy. 51-ci testə baxaq. 51-ci testdə Dear Tom has a very good speech. Thought he hadn't been prepared at all. Tomun çox yaxşı nitq hazırlamışdır. Baxmayaraq ki, o qətiyyən buna çox yaxşı nitq danışdı. Baxmayaraq ki, o ona hazırlanmamışdır qətiyyən. Cavab qaldı C variantı. Deməli, Lucian Pavarotti wrote Magnifier music. Thought he has lost hearing. Luciano Pavarotti dəvli musiqilər yazmışdır. Baxmayaraq ki, o eşidə bilmirdi. Cavab burada qalır A variantı. Deməli, baxaq 53-cü testdə. 53-cü testdə uşaqlar, ya cavab 1 ilə 4 olmalıdır, ya da 2 ilə 3 olmalıdır. İndi baxaq görək. 1 ilə 4 olacaq burada cavab A variantı. Deməli, she was hungry at all, as və yaxud because she had eaten at a restaurant. Deyir, o qətiyyən az deyildi, çünki o restoranda yemişdir. Ona görə cavab qalır 1 ilə 4-dür. 1 ilə 4 hansı variantdır? A variantı. 54-cü testə baxaq. 54-cü testdə də 1 ilə 2-dir. 1 ilə 2 burada D variantıdır. Deməli, she hadn't learned the direction and və yaxud so he's lost his way. O deyir, istiqaməti öyrənməmişdir. Buna görə də o yolunu itirmişdir və öz yolunu itirmişdir. Cavab qalır D variantı. 55-ci testdə. Anna father gave her some good advice, and she followed it. Anna'nın atası ona bir qədər yaxşı məsləhət verdi və bu onu izlədi. Buna görə də onu izlədi. Cavab burada 2-3-dür. 2-3 Y variantı. Deməli, 56-cı testə baxaq. 56-cı testdə isə cavab 1 ilə nədir? 4-dür. 1 ilə 4 1 ilə 4 Y variantdır. Deməli, he won't be prominent, onu irəli çəkməyəcək. Deməli, unless you become more experienced, əgər onun təcrübəsi olmayacaq, bu ana qədər, onun daha çox təcrübəsi olana qədər. Ona görə burada cavab qalır C variantı. The poem is a large in the size, but poor is the quality. 57-ci deyir, şeirin ölçüsü genişdir, amma keyfiyyəti nədir burada? Zəifdir. Cavab qalır burada A variantı. Ümumiyyətlə də baxın, till, until, and qədərdir. Yəni, B-ni götürsü E də doğrudur. As-lə because-da çünkidir. Bunlar da avtomatik gedir. Cavab qalır 57-də də A variantı. 58-ci testdə. This car has the same price, but different in the quality. Deyir, bu məşinin qiyməti eynidir, amma keyfiyyətləri fərqlidir. Burada but nədir? Amma ancaq lakin. 59-cu testə baxaq. I turned heating on as və yaxud because it was very cold. Mən ocağı yandırdım, çünki bura çox soyuq idi. Cavab qaldı burada nədir? 1 ilə 2 C variantı. Yəni, ya cavab burada 3 ilə 4 olmalı, ya da 1 ilə 2 olmalı. Mənasına görə 1 ilə 2-dir C variantı. Baxaq 60-cı testə. 60-cı testdə I switched off the TV because as nobody was watching it. Mən televizoru söndürdüm, çünki izləməyə heç nə yoxdur. Yəni, yenə bir daha deyirəm. Also baxmayaraqdır. As because çünkidir. Əgər 1 ilə 2-ni soğutu götürsək, also da doğrudur. As-i götürsək, because da doğrudur. Yəni, bu rəqəmlə veriləndə biz sinonimlər götürməliyik. Yəni, ya cavab 1-2-dir, ya da 3-4-dür. Mənasına görə də burada cavab qalacaq 3-4-dür, 3-4-də D variantı. 61-ci suala baxaq. The travel was very tired, so they decided to have a rest. Səyahətçilər çox yorğun idilər, buna görə də onlar qərara gəldilər ki, istirahət etsinlər. So, buna görə bu səbəbdən, yəni cavab qalır burada B variantı. Deməli, 62-ci testə baxaq, 62-ci testə. Deməli, burada cavab B variantı olar. Deməli, also Mr. Brown was long, nobody lost interest. Cənab Brown'un nitqin uzun olmasına baxmayaraq, heç kim onu dinləmirdi. Burada da cavab qaldı A variantı.
Deməli, indi baxağın 63-cü testə. 63-cü testdə də A variantdır. Sold Nick is young. He know how to make a small robot. Nick'in balaca olmasına baxmayaraq, o balaca robotlar hazırlaya bilirdi. Burada baxmayaraq bir də nədir burada? Solddur A variantı. So beləliklə buna görə if, əgər, til, qədər, vezə, mü. Deməli, 64-cü testə baxaq. Deməli, 64-də I stay at home. Mən evdə qaldım. As I was expecting the ghost to come. Mən qonaqların gəlişini gözləyirdim. Çünki mən qonaqların gəlişini gözləyirdim. Cavab burada qalır. Yəni ki, D variantı. Deməli, baxaq deməli 65-ci testdə. If will be for you not use your car, petrol is getting more expensive. Deməli, benzinin qiymətinin bahalaşsa, sənin maşından istifadə etməyinə daha gərək yoxdur. Deməli, burada əgər sən deyir, həddindən ötürü bahalaşarsa, sənin maşından istifadə etməyin daha vacib deyildir də. Əgər, bir də nə zaman? While-da, anda, əndə, ikən, ığı kimi də tərcümə olunur. Yəni, burada 65-ci testdə cavab qalacaq 1-3 hansıdır? Burada A variantı. Baxın, 66-cı testdə. 66-cı testdə, baxın, as soon as kimidir? If, əgərdir. As, because, çünkidir. Burada cavab so'dur. Deməli, so the work was difficult, it was finished in time. Deməli, işin çətin olmasına baxmayaraq, o onu vaxtında qutardı. Deməli, cavab qaldı Y variantı. 67-ci testdə. I cannot go with you because I am busy. Mən sizinlə gedə bilmirəm, çünki mən məşğulam. Burada da cavab qaldı, çünki B variantı. 69-cu testdə. 69-cu testdə C variantıdır. The sun has sent and burada 68-də 69 deyirəm. 68-ci testdə də cavab olacaq D variantı. The sun has set but it was still light. Deməli, günəş baxıb, amma hələ də nədir? İşıqlıdır. 69-da C variantı. The sky was cloudless and the sun was shining brightly. Günəş səma bulutsuzdur və günəş işığı neyirdi? Parıldayırdı. 69-da da cavab A variantı. 70-ci testdə. We must hurry or we shall miss the rain. Biz tələsməliyik, yoxsa qatarı buraxacaq. Burada but amma ancaq lakindir, and vədir, if əgərdir, soğut baxmayaraqdır. Or yoxsa mənasında cavab qalır B variantı. 71-ci testdə baxın. 71-ci testdə John is a true friend. John əsl dostdur. Because he is always ready to help us. Çünki o bizə həmişə kömək etməyə hazırdır. Yəni, burada cavab qalır C variantı. 72-ci testə baxalım. 72-ci testdə we went on an excursion because the weather was fine. Biz ekskursiyanı, yəni gəzintini davam etdirdik, çünki hava nə idi? Yaxşı idi. Deməli, burada baxın, soğut baxmayaraq, so beləliklə, weather hərçənd, weather mumi. As burada nədir? As və yaxud because çünkidir. Yəni, cavab burada qalır A variantı. Deməli, baxırıq 73-cü testə. 73-cü testdə cavab, baxaq, soğut, soğut baxmayaraqdır. Weather mumi, so beləliklə buna görədir. We walked slowly because she was very tired. O deyir, yəni, yavaş gəzirdi, çünki o çox yorğun idi. Burada da cavab qalır Y variantı. 74-cü testdə, baxın, neither nor var. Either or var. Either or var, neither nor var. Deməli, burada cavab qaldı C variantı. 75-ci testdə. Deməli, 75-ci testdə Y variantdır. It was not a long journey, so the tourists were not tired at all. Deməli, o uzun səyahət etməmişdi. Buna görə də turistlər qətiyyən yorğun deyildir. Buna cavab qaldı nədir? Y variantı. 76-cı testdə baxın inşallah. 76-cı testdə neither nor var, either or var. Bunlar hər ikisi var. Sadəcə olaraq, baxın, burada bu hissə nöqtədən sonra ikinci cümləyə baxaq. Both of them are hard-working student. Onların hər ikisi çalışqan şagirddir. Deməli, nə Tom, nə də onun bacısı tənbəldir də. Deməli, burada nədir? İnkar eləyir də. İnkar da bağlayıcımızda hansıdır? C variantı. 76-da C variantı. Deməli, 77-yə baxaq. 77. 77-də
Bir dəqiqə uşaqlar, 77. 77-də B variantı olacaq. I didn't read the story the end. Mən bu hekayənin sonluğu oxumuram. Because it was not very interesting. Çünki bu maraqlı deyildir. Cavab burada qalır, B variantıdır. B. Deməli, niyə görə uşaqlar B variantı olacaq? Deməli, orada soğut baxmayaraqdır. Birinci halda A variantı səhvdir. So beləliklə buna görə batanmancaq, lakin however, halbuki məna cəhətindən düz gəlmir. Yəni, burada da cavab qalır B variantı. 78-də either or birləşməsi var, neither nor birləşməsi var, not only but also birləşməsi var. Olmadığına görə burada səhvdir. Burada da cavab qalır C variantı. 79-cu testə baxaq. 79-da deməli 79-da baxaq, burada C variantı. In some nation the favorite beverage in the coffee, while in others it is tea. Bəzi millətlərin sevimli içkisi kofidir, digərlərinki isə çaydır. While içən dağıdır, bir də anda əndə kimi tərcümə olur da. Ona görə cavab burada qalır C variantı. Baxırıq 80-cı testə. 80-cı testdə deməli 80-cı testdə soğut baxmayaraqdır. Vəzə halbu kimi deməkdir. Deməli bunlar A variantı və yaxud B variantı və yaxud C variantı səhvdir. Vəzə mumi deməkdir. Sözət belə ki, həm də məqsəd bildirir. Deməli sincedir. Bazar birinci gün və yaxud bazar ertəsi tətildir. Tətil olduğu üçün biz işə neynəmədik, getmədik. Deməli burada cavab qaldı A variantı. Sonra 81-ci testdə. 81-ci testdə baxın məqsəd. Batanmancaq, lakindir, soğut baxmayaraqdır, if əgərdir, o ya yaxud yadadır. Burada cavab sözətdir. Mən televizoru söndürdüm, çünki deməli onun təmir olunmasına, belə ki, onun sakitliyə, otağın sakit olmağına ehtiyac vardır. Əsas burada məqsəd var. Məqsəd də sözət bildirir. Belə ki, mənasında cavab qalır, yəni A variantı. 82-ci testə baxaq. 82-ci testdə isə cavab Z4-dir. Last night storm damaged the power line. Keçən gecə güclü fırtına xətləri dağıtdı, qırdı belə deyək. Buna görə də şəhər elektriksiz idi. Ona görə burada Z4 buna görə bu səbəbdən mənasını bildirir. Cavab qaldı nədir? A variantı. 84-cü testdə burada cavab qalacaq B variantı. Deməli Z4 buna görədir, because çünkidir. O ya yaxud yadadır, vəzə mumi deməkdir. A square has four sides. Kvadratın 4 tərəfi olur. Deməli, a triangle has 3. Hərçənd üçbucağın isə 3 tərəfləri olur. Cavab burada qalır B variantı. 84-cü testdə. We won the match because our team played perfect. Biz qalib gəldik, çünki bizim komandamız mükəmməl idi. Burada cavab qalır A variantı. Soğut və yaxud all soğut baxmayaraq, vəzət, hərçənd, however, halbuki buna görə. Deməli, baxırıq 85-ci testdə. 85-ci testdə isə uşaqlar. Deməli, müdir layihənin nəticəsinə razı deyildi. Buna görə də onun haqqında şikayətini bildirdi. Buna görə bu səbəbdən və onun haqqında şikayətini bildirdi. Cavab 2 ilə 3-dür. İndi 85-ci testdə diqqətli baxın uşaqlar. When nə vaxt, nə zamandır? Till an ən qədərdir. Since bəridir. Deməli, as soon as kimidir, if də əgərdir. Həmçində görə də mənasında, çünki də mənasında işlənir. Ancaq burada əsas məsələ var. Deyirdik, since-dən əvvəl indiki bitmiş zaman forması gəlir. Sonrasında isə keçmiş gəlir. Baxın, since-dən əvvəl burada görürsünüz, indiki bitmiş, sonrasında keçmiş gəlir. Deməli, burada cümlədə nə olmalıdır cavab? C variantı. 86-cı testdə, 87-ci testdə baxaq. 87-ci testdə deməli, batanmancaq, lakindir. Also baxmayaqdır, o ya yaxud ya da if əgərdir. She puts the milk in the fridge. O südü soyuducuya qoydu. So that it wouldn't spoil. Belə ki, o onu xarab etməyəcək. Yəni, burada əsas məqsəd var. Sözətdə məqsəd bildirir. Məqsəd nədir? Südün xarab olmamasıdır da. Cavab burada qalır C variantı. 88-ci testə baxaq. Deməli, 88-də vəzə mumi, deməli, because, çünki, since bəri, görə, çünki, evə sot baxmaraq, Z4 buna görədir. Deməli, evə sot, it was dark and cloudy day, Mr. Marvel put on her glasses. Deməli, qaranlıq olmağına, bu gün qaranlıq olmağına baxmayaraq,
Xanım Marvel öz eynəyini geyinmişdir. Burada cavab qalır D variantı. 89-cu testdə də burada cavab olacaq C variantı. Petrol is so expensive. Benzin belə bahadır. Therefore, I avoid driving my car a lot. Mən çoxlu maşın sürməkdən buna görə də çəkinirəm. Deməli, burada cavab qalır C variantı. İnanıram ki, şagirdlər sizin üçün faydalı olar. Hələlik bu qədər. İnşallah videolarımız davam edir. Kanala abunə olmayı və videoları like eləməyi unutmayın. Sağ olun.